Yox, başqadır, siz fenomen vergiden başqadır. danışırsınız. O sizin peşənizdir. Mənim peşəmdə mən burada baxmam. Hələnin öz Niyə? var, xarakteri var. Niyə Niyə? nədir? Sizin evin içində mənim Sübut yanıma eləyin. gəlib sizə baxdırıblar, ən yaxın adamın. Özünə hürmətin olsun. Qutardı. Bu yoldaşı. bilirsiniz nə taktikadır? İnsan hücuma keçir ki, Niyə qarşısında duran hücuma dala versin. keçirəm? Bax, bayaqları böyük Hayır, müəllim, hörmətim sizi var. də hamı yaxşı tanıyır, mən də hücum tanıyır. etdiniz. Belə insanların qarşısında qara eynəyin arxasında gizlənən Mən sənin kimi aurası pis insanlardan zaşla qoyuram özümə. Mən siz deyirəm. Deməli, bəs bayaqdan qəlb qırmaq istəmirdiniz. Bir istiqamət. İndi gördüm ki, qabiliyyətin oldu, mən də açdım. Digər iki istiqamət. Mən gördüm ki, qabiliyyətin oldu, özünü çox İş belə ondadır ki, ağıllı, güclü aparırsan. Faiq-faiqdən Nuridə İnsan- Nuridədir. Sənətkar kimi ona böyük hürmətim var. Amma insan nəyə kimi, deyirsiniz, insan kimi tanıyırlar? sevmirəm. Nə ilə tanıyırlar? Nə İnsan var kimi orada? onun öz sirləri var. Bayaq Faiq çox gözəl başladı ki, motor deyiləndən sonra doğrudan da burada ağır bir aura, hətta güclənməyə başladı. Mən də burada etiraf eləyim, heç kim məndən inciməsin. Nuridə xanım, doğrudan da məhz elə bir ki, siz tərəfdən gəlir. Sizin hətta geyiminizdə, Yox, bu üzr imicinizdə. istəyirəm. Allahsızlıqda Allahdan qorxun. Ay Gün xanım. Estağfurullah. Sizə itham eləmək və ya sizə tənqid eləmək Allahsızlıq Böyük deməkdir. qüvvəsi olan adamın aurası pis ola bilməz. Mənim auram pis deyil. Mən Nəyə başqa görə söz deyir ki, Siz sizdən deyirsiniz ki, gəlir? Allahsızlıqdır. Allahsız danışır da, Kaniyasa. Yəni- Kaniyasa, mənim auram heç vaxt pis Mən ola üzr bilməz. istəyirəm. Bir də Aygün xanım mənə dedi ki, məndən pis aura gəlir, məndən pis aura gedəməz. Yəqin özlərinin o qədər günahları, qırıqları var ki, mənim qüvvəm onları basır. Ay. Neyse xanım, doğrudan mı? Mənim auram heç vaxt pis ola bilməz, ona cavab verəcək. Tanrının da qarşısında, mənim də qarşımda. Çünki mənim auram, mən verdiğim adama Gəlin şantaj eləməyin. Biz də eyni uğurla deyə bilərsiniz ki, Aygün xanım Siz də ifasını deyə bəyənmirəm. bilərsiniz. Xeyr, sənin günahın çoxdur deyil, mənim qüvvəm səni basır. Göstəriş vermə, mənim xeyir və yaxşı əməllərimlə danış. Xahiş edirəm, tanımadığım bir insan haqqında özündə burada fokus qərar çıxartmaq. Qəbul eləmirəm sizin. Üzr istəyirəm, mənə təsir elədi. Çünki o məni tanımır, tanımadığı halda da üzr istəyirəm. Kiminsə gedib nəsə dediyini burada başlayır ki... Yox, söhbət ondan gedmir. Üzr istəyirəm, siz danışanda biri var, gedir söhbət. biri var siz danışarsınız, bir də var ki, gülə-gülə lağlağı ilə. Qarşısında xanım oturub.